Bizdə məhz mütəxəssisindən məlumatları sizə çatdıracağıq. Baxaq görək bu rənglərin psixologiyamıza təsiri nələrdir? İzləyək. Belə bir deyim var, insanı geyimi ilə qarşılayıb, ağlı ilə yola salırlar. İlk baxışda insan haqqında danışan da məhz onun geyimi olur. Tərzi, üslubu, seçdiyi aksesuarlar da məhz onun daxili dünyasından xəbər verir. Bizim seçdiyimiz geyimlər xarakterimizin göstəricisidir. Bu, ən birinci insanın identikliyi haqqında məlumat verir. Belə ki, geyimlə insanın hansı etnik, milli, dini qruplara aid olması, eyni zamanda hansı mədəni, əxlaqi keyfiyyətlərə malik olması, hansı peşəyə sahib olması və s. bunları bizə mesajını ötürür. İnsanın əhval-ruhiyyəsinin necə olması onun geyiminə təsir eləyir. Burada bir təzadlar da var. Deyir ki, ya insan geyimləri öz əhval-ruhiyyəsinə görə seçir, ya da ki, necə hiss eləmək istəyirsə o cür geyimlər seçir. İnsan hansı geyimdə olursa, o geyimdə də davranışlarını sərgiləyir. Məsələn, daha klassik geyimlərdə, daha ciddi geyimlərdə insanın davranışları da daha ciddi olur, geyimə, obraza uyğun olur. Və yaxud da ki, daha romantik bir geyimdə insanın davranışları da buna uyğun olur. Buna görə də hər kəsin öz üslubu və tərzi var. Kimi rəngliliyi, kimi sadəliyi, kimisə fərqliliyi seçir. İnsanların zövqü dəyişdikcə həyata olan baxışı da dəyişir. Lakin bir şeyi unutmayaq, zövq elə insana yaraşanı geyinməkdir. Bəli, davam edirik dostlar. Son illərdə